...27 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatları 1970-ci ilin 27 sentyabrında Ümumdünya Turizm Təşkilatı kimi formalaşmışdır. 1979-cu ildə baş qərargahı Madrid şəhərinə köçürülən təşkilat 27 sentyabr Ümumdünya Turizm Gününü təsis etmişdir. Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bakının daxili şəhəri olan İçəri şəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və habelə Qayaüstü Rəsmlər Muzeyi, Qobustan, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm ili elan edilməsi və Eurovision 2012 nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə gəlməsi üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Bugün assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu, o deməkdir ki, Azərbaycan artıq turizm sahəsində dünyada öz sözünü deyir. Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Turizm İşçiləri Günü Peşə Bayramının təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə turizm işçilərinin peşə bayramı kimi qeyd olunur.